Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, demək, Mida binalarına yaxın ərazidə, indiki 10-cu mikrorayon deyilən əraziyə, hörmətli izləyicilər, yaxın ərazidə, demək, hörmətli izləyicilər, 3 sotun içində şəxsi inşa olunmuş monolitlə bir yarım təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, əvvəla sizin nəzərinizə çatdırım. Bu ev aşağı hissəsi təmirsizdir, amma yuxarı yenə də təmirə ehtiyac var, amma yaşayışlı ev olub. Nəzərinizə çatdırım, ara mərtəbəsi monolitdir. 2 ailəyə tam uyğun olan evdir. Yəni bugünkü vəziyyətdə dəyərindən ucuz verilir. Bu evi, yəni belə evlər tam hazır vəziyyətdə 160-165 min civarındadır. 2 ailə üçün. O ev 9'un 20 metreye olan bir evdir. 20 metr uzunluğudur, 9 metr enidir. Yəni ev həqiqətən geniş otaqlı evlərdir. İndi yuxarıda təqdimatda göstərəcəm. Aşağı təmirsizdir deyə proyektləri göstərəm. Yuxarıda olduğu kimi, burada mətbəx hissələri olur. Ara mərtəbəsi baxın, monolitdir, beton monolitdir. Yəni bu nəzərinizə çatdırıb ki, aşağının yuxarının səsi bir-birinə getmir. Burada hardasa 4 dənə otaqdır. İndi əşyalar yığılıb, hörmətli izləyicilər. Tam sizə yəni çəkişdə burada göstərməz, amma yuxarı proyektlər hamısı eynidir. Alıb bunu özü üçün təmirləsəz, evin yəni qiyməti belində olacaq. Elə də çox böyük xərc qalmayıb. Demək olar, suvaqlar zadı vurulub, pollar vurulub. İndi işlər getməlidir, ağartdan çıxmalıdır. İndi keçən yuxarıda proyektlərə baxaq. Evin yəni sizin nəzərinizə çatdırım ki, genişliyin sizin nəzərinizə çatdıracam. Sırf 2 ailə üçün tam uyğundur. Keçən ildə evin içinə giriş hissəsində buranı bağlayıb, belə evin içinə də elə birbaşa salıb xodları ayırmaq olar. Keçən il yuxarı proyektlərlə tam tanış olaq. Görün evin demək genişliyi nə dərəcədə genişliyi var. Burada balkon hissəsidir. 2-ci mərtəbənin. Qalxırıq yuxarı. Hörmətli izləyicilər, evin bir dənə uzunluğuna baxın, 20 metrdir. Ev süper evdir. Burası sadəcə əl gəzdirmək lazımdır. Girişdə mətbəxdir. Buranın mətbəxi belə də bilərsiniz. Yəni aranı belə ev sahibi sadəcə belə eləyir. Bölüb qapı qoyub belə mətbəxə ayırmaq olar. Yəni genişlik göz qabağında. Demək burada bir dənə 18 kvadrat, 320 zadın hardasa bir 5-6 metr olar. Evin aboyları dəyişməlidir. Kosmetik xərclərə ehtiyac var. Sanuzeldə genişdir. Ara mərtəbəsi də monolitdir. Bax burada hardasa təxmini 3'ün 6 metreye 18 kvadrat. Geniş otaqlı evlər damızı. Düzdür, artıq əşyalar yığılıb. Eyni qaydada da burada. Geniş otaqdır. Hardasa 3'ün 6 metreye. Belə 18 kvadrat olar. Təxmini yəni 15'dən yuxarıda 15'in altdan. Sonda bir hardasa 30 kvadratdır da burada zaldır ən axırda. Qonaq otağıdır. Gördüyünüz kimi hörmətli izləyicilər, burada ancaq kosmetikdir, aboylar dəyişib ağartı işləri olacaq, pollar laklanacaq, yəni pollar laklanmalıdır, amma aşağıda həqiqətən işlər var. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, ev 10-cu mikrorayon deyilən ərazi deyilən yer var, Mida binalar tikilib, 10-cu mikrorayon salıblar, oraya yaxın ərazidədir, gələcək hətta metroda nəzərdə tutulub, bunu da nəzərinizə çatdırım. Yəni bu evin yeri yaxşı yerdir. Sadəcə kimsə istəyirsə alıb öz əlindən çıxarda bilər, ev süper ev olar. Yəni evin həm yeri də, evin genişliyi də, evin möhkəmliyi də göz qabağındadır. Kimlərsə evin satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti, start qiyməti 110 mindir. Real alıcı olsa endirim olmağına olacaq. Aşağıya bir 20 min xərc qoyusuz, altı üstü. Yəni evin qiyməti süper olar. Lap qoy 25 olsun. Amma evin qiyməti yenə də dəyərindən ucuz olacaq. Bunu nəzərinizə çatdırın. 110 min start qiymətdir. Endirim olmağına da olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür ederim.